Salam dəyərli izləyicilər. Bugün sizinlə biskvitli süngər kimi yumşaq və çox ləzzətli piroq resepti bölüşürük. 3 ədəd yumurtanı qarışdırma qabına sındırırıq. Üzərinə 1 iri çimdik duz, 1 bağlama şəkərli vanil və 250 ml stəkandan 1 stəkan şəkər tozu əlavə edib mikserin yüksək sürəti ilə artıb ağaranadək çalırıq. Çalmağa davam edərək bura 1 ədəd limonun rəndələnmiş üst sarı qabığını ağ hissəyə keçməmək şərti ilə və şəkər tozunu götürdüyümüz stəkanla, yəni 250 ml stəkanla 1 stəkan da bitki yağı əlavə edirik. Daha sonra bura şəkər tozunu, bitki yağını götürdüyümüz stəkanla 1 stəkan süd də əlavə edib mikserlə qarışanadək çalırıq və mikseri çıxarıb qoyuruq bir kənara. Onunla işimiz bitdi. Bir başqa qabda götürdüyümüz 2 stəkan, üstəgəl 3-cü stəkanın da 4də 1 qədər ələnmiş una 1 bağlama yarım qabartma tozu qatırıq və hazırladığımız bu quru qarışımı sulu qarışımın üzərinə 2 dəfəyə hissə əlavə edib çırpıcı ilə tam qarışıb hamar hala gələnə qədər qatırıq. Bu arada dəyərli izləyicilər, kanalımıza dəstək olmaq üçün elə bu dəqiqə 1 saniyənizi ayırıb bu videonu like etməyi, yəni bəyənməyi unutmayın. Bu sizin üçün çox asandır, amma kanal üçün əhəmiyyətlidir. Bunu qoyuruq bir kənara və biz piroqu bişirmək üçün götürdüyümüz eni 25, uzunu 35 santimetrlik soba tavasının içinə yağlı bişirmə kağızı çəkib hazırladığımız biskvit xəmirini qaba əlavə edib hər tərəfə bərabər paylayırıq. Və biskviti əvvəlcədən isidilmiş 180 dərəcəli sobada təxminən 40-45 dəqiqə bişiririk. Piroqu sobadan çıxardıq, hazırdır. Üzəri üçün cem və kokos ovuntusu götürmüşük. Biz zoğal cemindən istifadə edirik. Siz də əlinizin altında olan xoşladığınız cemdən istifadə edə bilərsiniz. Əgər cem yoxdursa, qatlaşdırılmış süddən də istifadə edə bilərsiniz. O da yoxdursa, istədiyiniz glazurdan hazırlayıb çəkə bilərsiniz piroqun üzərinə. Kanalımızda glazurun hazırlanması var. İzləyib elə glazur da hazırlaya bilərsiniz. Cemi çəkdikdən sonra kokos ovuntusunu səpib soyduruq, daha sonra piroqu kəsirik. Yaxşı olar ki, mişarlı bıçaqla kəsəsiniz. Biz biraz tələskənlik elədik. Əlimizin altında olan bıçaqdan istifadə etdik, amma sonradan mişarlı bıçaqla kəsdik, daha başqa formada. Gördük ki, onda en kəsiyi daha səliqəli görsənir. Siz də bunu diqqətə alın. Baxın, görürsünüz necə yumşaqdır. Əl üstü tez hazırlanan, çox ləzzətli bir şirniyyatdır. Satışdan almaqdansa belə hazırlayıb süfrələrinizi qoya bilərsiniz. Əminəm ki, hazırlasanız bəyənəcəksiniz. Videonu like etməyi də unutmayın. Şərhlərinizi gözləyəcəyik. Yazın görək kanalımızdan hansı şirniyyatı hazırlamısınız. Yumşaqdır. Belə də gözəl görünür en kəsiyi, süngər kimi. Kəsəndə də görürsünüz ki, yumşaqdır. Bu qədər hələlik.